Allah sizə uzun ömür nəsib etsin. Bəzən ad günlərimizdə deyilən bu cümlənin mənasını anlamır, şablon hesab edirik. Lakin yaşa dolduqca adi qarşıladığımız bu cümlə bizə ən dəyərli, əvəz edilməz gəlir. Çünki ömür adlı ağacımızdan hər yarpaq düşəndə biz də qocalırıq. Amma hər yaşın da öz gözəlliyi var. Cahangir Hüseyn Əfşar ömrünün 73-cü gözəlliyini yaşayır. 10 aprel tarixi çoxları üçün adi gün olsa da 1953-cü ilin bu günündə dünyaya göz açan Cahangir Əfşar Azərbaycan tarixinin əvəzsiz səhifələrini yazıb adidən mükəmmələ çevirdi. Tarixi qarış-qarış, sətir-sətir, illərin süzgəcindən keçirib sabahımıza miras qoydu. Tarixin dünənini, bugününü təhrifsiz, düzgün şəkildə sabaha çatdırmaq həyatının qayəsinə çevrildi. Cəmiyyətimiz onu açıq sözlü, cəsarətli çıxışları ilə tanıyır. Tarixi əsərləri isə dünya çapında tanınır. Çünki Əfşarların nümayəndəsi bütün ömür boyu vətən sevgisi ilə yaşayıb. Yüksək intellekti sayəsində Azərbaycan tarixinin öyrənilməsinə əvəzsiz töhfələr verib. Siyasi karyerası da zəngin olan Cahangir Hüseynov daim tribunalardan xalqın mənafeyini qorumuş, vətənin dar günündə isə əlinə silah alıb Qarabağda döyüşmüşdü. İndi də əlində qələmi ilə tariximizin qorunması uğrunda mübarizə aparır. 73 illik həyatı bir dəqiqəlik videoya sığdıra bilməyəcəyimizdən ürək sözlərimizlə Cahangir Hüseynovu təbrik edir, sujeti sonlandırıram. Bir Xəbər Media adından sadiq həyat yoldaşı, zəhmətkeş ata, qayğıkeş baba, fədakar Azərbaycan oğlu Cahangir Hüseyn Əfşarı ad günü münasibəti ilə təbrik edir, can sağlığı, uzun ömür, yaradıcılığında uğurlar arzulayırıq. Allah sizə uzun ömür nəsib etsin. Cahangir müəllim.